Xanımlar, sosial şəbəkələr elə nədir? Sənin o məhrəm çərçivədən çıxmağındır, evdən çıxmağındır. Din demir ki, xanımın sosial şəbəkələr istifadə eləməsi qadağandır. Amma sosial şəbəkələri istifadə etməsində çox böyük, ciddi məhdudiyyətlər var. Kişiyə də var, onu gələn cümlədə deyərik, amma xanımınki məxsusdur. Xanım bir dənə ağ vərəqdir, ləkə tutur tez onu. Diqqətli olmalıdır. Xanım elə ola ki, məsələn, bir hicablı xanım özünü çəkmək, cürbəcür şəkillər, cürbəcür videolar, hələ biraz da o üzə gedirlər, rəqs eləyə, mahnı oxuya, canlı açacaq. Məqsədin nədir? Çox iyrənc görsənir. Çox pis görsənir. Sənə orada bir-iki dənə xoş söz yazanlara aldanma. Onlar da elə səviyyəsi o qədərdir. Bir kişinin səviyyəsi olsa, özünü bu cür hər kəsə təqdim edən qadına o cür bəzən maşallah, Allah, sanki bir ilahi bir möcüzə görüb burada. Nə olub, nə qədər cılızsan ki. Bu cür şeylər doğrudan cəmiyyətin məhvidir, xüsusən İslam cəmiyyətinin məhvidir.